Deməli, nümunəvi nizamnamənin 6-cı maddəsində artıq başlayırıq bugün sizinlə baxmağa. Bu maddəmiz müəllimlər, bağçanın məktəbəqədər təhsil müəssisəsinin idarə olunması ilə bağlıdır. Deməli müəllimlər, məktəbəqədər təhsil müəssisəsinin nümunəvi nizamnaməsinə görə bağçanın əsas idarə olunması prinsipləri aşkarlıq, şəffaflıq və demokratiklikdir. Deməli, bağçanın idarə olunması ilə bağlı nümunəvi nizamnaməmizə görə bizim əsas diqqət yetirməli olduğumuz məsələ bağçanın işinin 3 prinsip əsasında qurulmasını bizdən tələb eləyir. Birinci prinsipimiz aşkarlıq prinsipidir. İkinci prinsipimiz şəffaflıqdır və üçüncü prinsipimiz demokratiklik prinsipidir. Və bu üç prinsipə riayət etməklə, həmçinin təhsil haqqında qanuna riayət etməklə, məktəbəqədər təhsil haqqında qanuna riayət etməklə və normativ hüquqi aktların tələblərinə uyğun olaraq biz məktəbəqədər təhsil müəssisəsinin işini idarə edirik. Əvvəlcədən də onsuz da mən sizə deyirdim ki, məktəbəqədər təhsilin idarə olunması hansı qanunlar əsasında müəyyənləşdirilirdi. Birinci növbədə Azərbaycan Respublikasının təhsil qanunu əsasında biz işimizi qururduq. İkinci, məktəbəqədər təhsil haqqında təhsil qanunu əsasında ona riayət eləyirdik, əsaslanırdıq və həmçinin də məktəbəqədər təhsil müəssisəsinin nümunəvi nizamnaməsinə əsaslanırdıq. Bu üç dənə sənədə əsaslanırdıq idarə etmədə. Bəs hansı prinsiplərə əsaslanmalıyıq? Bu qanunlarla, bu üç qanunla yanaşı hansı prinsiplər əsasında işimizi təşkil etməliyik? Birinci, aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında. İndi bu nə deməkdir? Bağçanın idarə edilməsinin müəllimlər demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə müəssisədə, yəni hər bir bağçanın daxilində idarə və özünü idarə orqanları yaradılır. Ümumi yığıncaqdır, pedaqoji şuradır, qəyyumlar şurasıdır, valideynlər şurasıdır, himayəçilərdir. Baxın, məktəbəqədər bağçanın idarə və özünü idarə orqanı deyəndə biz birinci növbədə fikrimizə gətiririk pedaqoji şuranı, valideyn şurasını, himayəçiləri, qəyyumlar şurasını. Bunlar bizim özünü idarə orqanlarımızdır. Və bağçanın idarə edilməsi ilə bağlı müəllimlər məsələlərə təhsil idarə etmə orqanları istisna olmaqla dövlət və yerli özünü idarə etmə orqanlarının və digər təşkilatların müdaxiləsinə yol verilmir. Aha, indi bunu biz necə başa düşməliyik? Bunu biz belə başa düşürük ki, müəllimlər. Bağçalar bilirsiniz ki, artıq məktəbəqədər təhsil müəssisələri də orta məktəblər kimi regional təhsil idarələrinin tabeçiliyində fəaliyyət göstərirlər də və idarə etmə ilə bağlı bütün məsələlərə biz təhsil sektoru qarşısında cavabdehlik daşıyırıq, məsuliyyət daşıyırıq. Başqa dövlət və yerli özünü idarə etmə orqanları və yaxud ola bilər ki, hansısa təşkilatlar bizim işimizə müdaxilə eləyə bilməz. Bu da qanunla qorunur. Və bağçada müəllimləri yadda saxlayırıq ki, siyasi partiyaların, dini qurumların strukturlarının yaradılmasına və fəaliyyət göstərilməsinə yol verilmir. Heç bir siyasi şəkildə biz qoşulmuruq və yaxud dini qurum, hansısa bir dini qurumun bir təşkilatının, strukturunun orada yaradılmasına, fəaliyyətinə qəti surətdə yol verilmir. Və bağçanın idarə olunması müəllimlər və ona rəhbərlik həmin bağçanın mülkiyyət növünə uyğun olaraq özəldimi, dövlətdimi, ola bilər ki, təsisçinin, yəni ola bilər ki, bağça özəldir, ola bilər ki, dövlətdir və təsisçinin təyin etdiyi müdir tərəfindən müdir də ki, nümunəvi nizamnaməyə əsasən həyata keçirir idarə olunmanı. Deməli, idarə olunmada biz nəyə baxırıq? Birinci baxırıq ki, müəssisə özəldir ya dövlətdir. Özəldirsə, burada əlbəttə ki, təsisçi ona müdir təyin eləyəcək və müdir də bu işləri görəcək, amma nəyə əsasən görəcək? Nümunəvi nizamnaməyə əsasən görəcək. Və yaxud da ki, dövlət tərəfindən təyin olunan müdirdür, yenə də bağçanın idarə etməsini nümunəvi nizamnamə əsasında həyata keçirəcək. İndi gəlin baxaq ki, bağça müdürünün, baxın 6.6-cı maddəmizdir bizdə. Biz tərbiyəçilərin vəzifələrinə baxdıq, valideynlərin vəzifələrinə baxdıq, uşaqların hüquq və vəzifələrinə baxdıq. İndi gəlin baxaq ki, bağça müdürünün bəs hansı hüquq və vəzifələri var və nümunəvi nizamnamədə buna dair nələr göstərilib. Deməli, müəllimlər, bağça müdürünün hüquqları və vəzifələri aşağıdakılardır. Birinci, məktəbəqədər müəssisənin bağçanın fəaliyyətinə görə bağça müdürü
dövlət, cəmiyyət və əlbəttə ki, təsisçi qarşısında məsuliyyət daşıyır. Bağçanın təsisçisi, əgər özəldirsə, bağçanın təsisçisi qarşısında, dövlət bağçasısa dövlət qarşısında və cəmiyyət qarşısında müdir məsuliyyət daşıyır. Və bağça üzrə əmrlər, göstərişlər vermək, bütün dövlət və qeyri-dövlət təşkilatlarında, müəssisələrdə və idarələrdə etibarnaməsiz hərəkət edərək məktəbə qədər müəssisəni təmsil etmək hüququna malikdir müdir. Yəni iclaslarda, tədbirlərdə bağçanı kim təmsil edir adətən? Müdir təmsil edir də. Bu da onun müəssisəni təmsil etmək hüququdur. Həmçinin, baxın, uşaq kontingentini, bağçanın uşaq kontingentini formalaşdırmaq da müdirin hüquq və vəzifələrinə daxildir. Kontingenti formalaşdırmaq, yəni bağçaya uşaq qəbulunu təsdiqləmək, bağçaya uşaq qəbulunu təmin etmək. Yəni məktəbin kontingenti şagirdlərdir. Ali məktəbin, universitetin kontingenti tələbələrdir. Bağçanın kontingenti də uşaqlardır da. Yəni orada təhsil alanlar kimlərdirsə, o kontingenti formalaşdırmaq da bağçada müdirin səlahiyyətindədir. Və bağça ilə bağlı uşaqların ailələri, ictimai təşkilatlar və digər təhsil müəssisələri ilə qarşılıqlı əlaqəni həyata keçirmək də müdirin hüquq və vəzifələrinə daxildir. Biz burada ailə ilə işin təşkilində həm qeyd eləmişdik ki, tərbiyəçinin hüquq və vəzifələrinə daxildir. Bağçalarla işin təşkil olunması, daha doğrusu vəzifələrinə daxildir. Müdirin də vəzifələrinə uşaqların ailələri, ictimai təşkilatlar, ola bilər ki, başqa digər təhsil müəssisələri ilə də qarşılıqlı əlaqəni həyata keçirmək daxildir. Və təsisçiyə ümumi bir hesabat vermək. Hər bir bağçanın özünün fəaliyyəti barədə müdirlər təsisçiyə məlumat verirlər də, düzdür? Bu hesabat vermək də müdirin vəzifəsinə daxildir. Digər tərəfdən, hər bir bağçanın özünün əlbəttə ki, nəyi olur? Daxili nizam-intizam qaydaları olur da, müəllimlər, düzdürmü? Və o nizam-intizam qaydalarını da kim tərtibi, daha doğrusu təsdiq eləyir? Təsdiqi müdir eləyir. Və bundan savayı da dövlət bağçalarında biz bilirik ki, ali idarə etmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən bizim pedaqoji şuramızdır da. Pedaqoji şuramızdır. Və bələdiyyə və özəl məktəbə qədər təhsil müəssisələrində isə ali idarə etmə orqanı həmin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur. Onlar artıq özləri qərar verirlər ki, hansı şura bu idarə etməni həyata keçirəcək həmin müəssisədə. Dövlət və yaxud özəl və yaxud bələdiyyədən söhbət gedir. Həmçinin bilirik ki, müəllimlər, bağçanın tərkibində fəaliyyət göstərən hər bir bağçada olan bu pedaqoji şura öz işini, pedaqoji şurası işini özünün təsdiq etdiyi illik fəaliyyət planı üzərində qurur. Yəni, pedaqoji şura tərəfindən hər il illik fəaliyyət planı təsdiqlənir. Bunu pedaqoji şura təsdiqləyir də, fəaliyyət planını təsdiqləyirik və onun məhz həmin o təsdiqlənmiş fəaliyyət planının üzərində öz işimizi qururuq. Həmçinin pedaqoji şuranın iclasları, müəllimlər, 1-2 qrupu olan bağçalarda il ərzində 2 dəfə, əgər bizim bağçamızda 2 dənə qrupumuz varsa, həmin bağçada il ərzində 2 dəfə, 3 və yaxud 5 qrup arasında dəyişirsə, bağçamızdakı qrupların sayı 3, 4 və yaxud 5-dirsə, biz artıq rübdə 1 dəfə, yəni bu artıq eləyəcək ildə 4 dəfə, 6 və 12 qrupu olan bağçalarda isə ayda 2 ayda 1 dəfə keçirilir. Pedaqoji şuranın iclası 2 aydan 1 keçirilir. Və növbədənkənar iclaslar, müəllimlər, pedaqoji şura sədrinin qərarına və pedaqoji şura üzvlərinin, belə deyim, irəli sürdüyü təşəbbüsə əsasən həyata keçirilir. İndi gəlin baxaq. Bəs pedaqoji şuranın əsas fəaliyyət istiqamətləri nümunəvi nizamnaməyə görə qanunla nələrdir? Deməli, birinci növbədə bağçada həyata keçirilən təhsilin dövlət standartına və dövlətin qoyduğu proqrama uyğun olaraq bağçanın təhsil fəaliyyətinin istiqamətlərinin müəyyənləşdirilməsi, təhsil proqramlarının seçilməsi, amma yenə də bu təhsil proqramının seçilməsini, istiqamətin müəyyənləşdirilməsini pedaqoji şura nəyə əsasən qurur bağçada? Təbii ki, dövlət standartına və proqramına uyğun olaraq. Həmçinin, bağçanın
təhsil prosesinin formasının, orada tətbiq olunan metodunun, məzmununun müzakirə olunması, təhsil fəaliyyətlərinin ümumiyyətlə planlaşdırılması, bu da pedaqoji şuranın fəaliyyət istiqamətlərinə daxildir. Daha sonra növbəti maddəmizə baxaq müəllimlər. Kadrların ixtisas artırma və yenidən hazırlanması məsələlərinə baxmaq. Yəni hər bir müəssisədə kadrlar, müəllimlər müxtəlif təlimlərə cəlb olunurlar, öz ixtisaslarını artırırlar. Ola bilər ki, dövrün tələblərinə uyğun təlimlər keçirilir də. Məsələn, inklüzivliklə bağlı, uşaq yönümlü yanaşma ilə bağlı ki, müəllimlər gedib yeni qabaqcıl, belə deyim, pedaqoji təcrübəni öyrənib, gəlib müəssisədə sonradan tətbiq etməlidirlər. Və bu məsələlərə də baxmaq, bu məsələlərlə bağlı da fəaliyyəti təşkil etmək, ona nəzarət etmək pedaqoji şuranın istiqamətlərinə daxildir. Həmçinin pedaqoji təcrübənin öyrənilməsi dedik, ümumiləşdirilməsi, yayılması və tətbiqinin təşkil edilməsi ilə də bağlı. Baxın, bu nə deməkdir? Ola bilər ki, bizim bağçamızda pedaqoji təcrübəsi yüksək olan, qabaqcıl məsələn əməkdaşlarımız, tərbiyəçi müəllimlərimiz var. Məsələn, orada artıq biz bir iş təşkil edirik ki, həmin tərbiyəçilər daha belə deyim, gənc tərbiyəçilərə, təcrübəsi az olan tərbiyəçilərlə öz pedaqoji təcrübəsini bölüşsün. Bu da pedaqoji şuranın fəaliyyət istiqamətlərinə daxildir. Və biz nə demişdik? Demişdik ki, valideynlərin təşəbbüsü ilə əlavə ödənişli təhsil xidmətləri tətbiq oluna bilər bağçada. Uşaqların intellektual inkişafı ilə bağlı, estetik yaradıcı məsələnin inkişafı ilə bağlı, əgər belə bir təşəbbüs varsa valideynlər tərəfindən bağça bunu həyata keçirə bilər. Və bu məsələlərə də baxmaq səlahiyyət etibarilə pedaqoji şuranın fəaliyyət istiqamətlərinə daxildir. Həmçinin bizim kurikulumların həyata keçirilməsi var. Baxın, biz kurikulum əsasında işləyirik də məktəbə qədər müəssisədə, əsas sənədimiz kurikulumdur və həmin kurikulumun həyata keçirilməsi üzrə bağça rəhbərinin hesabatlarını yenə də pedaqoji şura dinləyir ki, biz hansı işləri gördük bu kurikulumla bağlı, ümumiyyətlə tətbiq etdiyimiz təhsil proqramı ilə bağlı müdirin hesabatını da yenə də pedaqoji şura dinləyir. Və bununla yanaşı ola bilər ki, dövlət bağçalarında müəssisənin nizamnaməsində hər hansısa bir dəyişikliklər edilirsə, onun da qəbul edilməsi pedaqoji şura tərəfindən həyata keçirilir. Və bilirsiniz ki, müəllimlər, dövlət məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsi tabeliyində olduğu mərkəzi və ya yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir və dövlət məktəbəqədər bağçaların nizamnaməsində edilən dəyişikliklər pedaqoji şura tərəfindən qəbul olunur dedik və tabeliyində olduğu mərkəzi və ya yerli icra hakimiyyəti orqanı tərəfindən də təsdiq oluna bilir. Bələdiyyə və özəl müəssisələrdə isə onların nizamnamələri və onlarda edilən dəyişikliklər isə artıq kim təsis edibsə həmin özəl müəssisəni, həmin təsisçi tərəfindən hazırlanaraq mütləq şəkildə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin rəyi əsasında artıq təsdiq olunur. Deməli, pedaqoji şuranın iclasları bəs hansı halda tamam belə deyim, qəbul olunmuş sayılır, hansı hallarda qəbul olunmamış sayılır? Yəni bunun da özünün şərtləri var. Birinci, yadda saxlayırıq ki, pedaqoji şuranın iclasında mütləq şəkildə şura üzvlərinin yarıdan çoxu iştirak eləməlidir. Məsələn, deyək ki, bizim müəssisəmizdə belə nümunə üçün deyirəm, 14 nəfər işçi var, yarısı edir 7 nəfər. Mütləq şəkildə pedaqoji şuranın iclası o zaman özünü qüvvədə, qanuni olaraq qüvvədə hesab olunur ki, ən azı heç olmasa orada 8-i, 9-u iştirak etsin. Yəni, əgər biz 6 nəfərlə keçirdiriksə, həmin şuranın qəbul etdiyi qərarlar da etibarsız sayılır. 50%-dən çoxu, yarıdan çoxu iştirak etdiyi halda səlahiyyətlidir. Və bir də o var ki, pedaqoji şuranın qərarlarının icrası da məcburidir. Yəni, orada da qərar qəbul olunursa, pedaqoji şura tərəfindən həmin qərarlar məcburi şəkildə, belə deyim, icra olunmalıdır. Pedaqoji şuranın iclasları barədə məlumatlar da yer alır protokol kitabında. Yəni, bununla bağlı protokol kitabımızda bizim qeydiyyatlar aparılır hər bir şuranın iclası ilə bağlı. Və bir də indi gəlin baxaq ki, müəllimlər, bəs şuranın sədrinin vəzifələri hansılardır? Birinci növbədə pedaqoji şura sədrinin bağçadakı əsas vəzifəsi şuranın fəaliyyətini təşkil etməkdir. Daha sonra
Şura üzvlərinin növbəti iclasın keçirilməsi barədə ən azı 15 gün əvvəldən məlumatlandırmaqdır. Yəni, əgər biz müəssisəmizdə pedaqoji şura təşkil etmək niyyətindəyiksə, sədrin vəzifəsidir ki, bağçanın işçilərini həmin iclasdan ən azı 15 gün qabaq məlumatlandırsın. Və pedaqoji şuraya daxil olan ərizələrin, müraciətlərin və digər materialların qeydiyyatının aparılmasına da nəzarət etmək yenə pedaqoji şura sədrinin vəzifələrinə daxildir. Və ondan savayı iclasın gündəliyini müəyyənləşdirmək, keçirilən iclaslar ki var il ərzində, həmin iclasların gündəliyini müəyyənləşdirmək, pedaqoji şuranın qərarlarının yerinə yetirilməsini təşkil etmək və ona nəzarət etmək. Deyək ki, biz şura keçirdik, orada müəyyən məsələləri müzakirə etdik və öhdəliklər qoyduq və bunun icrası da axı məcburidir. Bəs daha sonra buna kim nəzarət eləyəcək ki, pedaqoji şurada qəbul olunan qərarlar icra olunur yoxsa yox? Təbii ki, pedaqoji şura sədrinin vəzifəsinə daxildir bu da. Bununla yanaşı, pedaqoji şura sədrinin belə deyim, fəaliyyəti barədə təsisçi qarşısında hesabat vermək də sədrin məsuliyyətinə daxildir. İndi baxaq ki, bəs qəyyumlar nədir? Qəyyumlar, müəllimlər, məktəbə qədər təhsildə, tez-tez bu ifadəni eşidirdik. Qəyyumlar fiziki və ya hüquqi şəxs ola bilər və bu şəxslər, belə deyim, məktəbə qədər təhsil müəssisəsinin bağçanın inkişafına yardım edənlərdir. Qəyyumlar Şurası bağçanın özünü idarə orqanı sayılır. Bayaq qeyd elədik ki, özünü idarə orqanları Valideyn Şurası, Qəyyumlar Şurası, Pedaqoji Şuradır. Qəyyumlar Şurası da elə özünü idarə orqanı sayılır. Bunlardan biridir. Və bəs kim ola bilər də Qəyyumlar Şurasının tərkibində? Dedik ki, fiziki və hüquqi şəxs ola bilər və bağçanın işinə yardım eləyir, qəyyumluq eləyir də belə deyək. Və bunun tərkibində valideynlər, yəni uşaqların qanuni nümayəndələri, bizim bağçamızdakı icmamızda belə deyək, valideynlər, uşaqların bağçamızda təhsil alan uşaqların valideynləri, ola bilər ki, maliyyə və digər yardımlar göstərən hüquqi şəxslərin nümayəndələri, media nümayəndələri, ictimai təşkilatların nümayəndələri və digər fiziki şəxslər daxil ola bilər. Hansı ki, ola bilər ki, deyək ki, hər hansısa bir Azərbaycanda fəaliyyət göstərən bir qeyri-hökumət təşkilatı mı deyim, bir ictimai təşkilat mı deyim, o bağçanın işinə müəyyən bir yardım göstərmək istəyir. Amma bu təhsilin inkişafı istiqamətində olmalıdır və bağçaya müəyyən yardımlar göstərir. Bu olur bağçanın artıq qəyyumu və o şuraya daxil edilir. Daha sonra bağçada Qəyyumlar Şurası məktəbəqədər təhsilin inkişafını təmin etmək üçün əlavə maliyyə, maddi və digər resursların cəlb olunması müəllimlər və həmçinin bağçanın fəaliyyətinə və inkişafına yardım məqsədi ilə belə deyim, yaradılır. İndi bu nə deməkdir? Yəni, əgər bir Qəyyumlar Şurası yaradılıbsa, bunun əsas məqsədi bağçanı müəyyən resursla təmin etməkdir. Bağçaya müəyyən maliyyə yardımı həyata keçirməklə, maddi yardımlar həyata keçirmək məqsədi ilə yaradılır. Və bu Qəyyumlar Şurasının, belə deyim, işinin əsas qayəsi bağçaya bir növ maddi və resurs cəlb olunması da maddi cəhətdən onun işini, daha doğrusu təhsilin inkişafı ilə bağlı bağçaya müəyyən resurs və maddi yardım göstərilməsidir. İndi baxaq görək ki, bizim Qəyyumlar Şuramızın vəzifələrinə nələr daxildir. Birinci, məktəbəqədər təhsil müəssisəsinin, belə deyim, məktəbəqədər təhsil müəssisəsinin inkişaf strategiyasını formalaşdırmaq. Hər bir müəssisənin özünün inkişaf strategiyası olur ki, gələcəkdə öz inkişafını hansı təməllər üzərində quracaq, hansı istiqamətlər üzərində quracaq və inkişaf strategiyasında Qəyyumlar Şurasının vəzifələrinə daxil olunur. Və məktəbəqədər kurikulumun, tədris proqramının məzmununun və tədris prosesinin təkmilləşdirilməsində iştirak etmək, tədris proqramının tətbiq olunmasında, onun dövlət standartları əsasında həyata keçirilməsində iştirak etmək, belə deyim, onu təsdiqləmək Pedaqoji Şuranın səlahiyyət və vəzifələrinə daxil idi müəllimlər. Baxın, bu ikisini xahiş edirəm qarışdırmayaq. Ola bilər ki, burada çaşdırıcı nəsə bir məqam düşə bilər sizə. Gəlin buna diqqətlə baxaq. Qəyyumlar Şurasının belə bir səlahiyyəti yoxdur. Bu ancaq təhsil proqramının məzmununun, yəni məzmununun və tədris prosesinin təkmilləşdirilməsinə, yəni biraz da yaxşılaşdırılmasına, daha da təkmilləşdirilməsində iştirak edə bilər.
Amma onu həyata keçirmək, dövlət standartları, belə deyim, siyasətinə, dövlət standartlarına uyğun həyata keçirmək səlahiyyəti pedaqoji şura və bağça müdirinə aid idi. Daha sonra baxaq. Bağçanın maddi-texniki bazasının, ola bilər ki, binasının inşası, ola bilər ki, məktəbə qədər müəssisənin binasının təmirə ehtiyacı var, onun təmiri, avadanlıqların yenilənməsinə ehtiyac varsa, avadanlıq, inventarların, təlimdə istifadə etdiyimiz bütün o resursların da, texniki vasitələrin alınması və möhkəmləndirilməsinə yardım etmək də Qəyyumlar Şurasının vəzifələrinə daxildir. Həmçinin bağçada uşaqların və ola bilər ki, hansısa bir uşaqlar, orada kasıb ailələrdən uşaqlar olur, müəyyən sosial təminatı zəif olan ailələrdən uşaqlar olur və yaxud belə işçilər də ola bilər. Həmin uşaqların belə deyim, sosial müdafiəsinə yardım etmək də Qəyyumlar Şurasının vəzifələrinə daxildir. Bundan başqa müəllimlər, bağçada uşaqların, həmçinin az təminatlı ailələrdən olan uşaqların, həmçinin bax bura əlavə olunub sağlamlıq imkanları məhdud olan uşaqların təlim-tərbiyə olunması üçün optimal şəraitin yaradılmasına köməklik göstərmək də Qəyyumlar Şurasının vəzifəsinə daxildir. Daha sonra baxaq davam eləyək müəllimlər. Deməli, bağçada ola bilər ki, uşaqların sağlamlığının qorunmasında və digər tədbirlərin həyata keçirilməsində də iştirak etmək Qəyyumlar Şurasının vəzifələrinə daxildir. Deməli, bir şeyi yadda saxlamalıyıq ki, Qəyyumlar Şurası müəllimlər burada ictimai əsaslarla fəaliyyət göstərir də. Burada bizim valideynlərimiz daxil idi, bağçada uşağı təhsil alan valideynlər, müəyyən təşkilatlar daxil idi və onun özünün də fəaliyyət göstərməsinin, yəni burada məcburilik bir məsələ yoxdur da, müəyyən bir prinsiplər var Qəyyumlar Şurasının fəaliyyətinin həyata keçirilməsində. Birinci növbədə məktəbdə Qəyyumlar Şurasına daxil olan, belə deyim, insanlar, istər fiziki şəxs olsun, istər hüquqi şəxs olsun, bu könüllülük əsasında olmalıdır. Yəni biz götürüb valideynləri məcbur eləyə bilmərik ki, siz gəlin Qəyyumlar Şurasında belə deyim, iştirak eləyin, burada fəal rol alın, maddi, maliyyə və yaxud resurs baxımından yardımlar eləyin. Burada birinci növbədə könüllü olmalıdır. Könüllülük prinsipinə riayət olmalıdır. Daha sonra bütün qəyyumlar, istər belə deyim, maddi imkanı daha yüksək olan bir təşkilat, istər də Qəyyumlar Şurasına daxil olan hər hansısa bizim bir valideynimiz, onların hər birinin arasında hüquq bərabər olmalıdır. Yəni kim daha çox maliyyə yardımı göstərirsə, deməli Qəyyumlar Şurasında onun da sözü keçir deyə bir məsələ yoxdur. Burada bərabər hüquqluluq var. Bir də var aşkarlıq. Aşkarlıq isə o deməkdir ki, olunan yardımlar, göstərilən bu resurs yardımı, maliyyə yardımı, maddi yardım, hər bir şey qeydə alınmalıdır və biz bundan, bütün üzvlər bundan xəbərdar olmalıdır ki, kim burada nə edir? Yəni onun qeydləri aparılmalıdır da sənəd olaraq, aşkarlıq prinsipi əsasında qurulmalıdır. Bəs indi baxaq ki, bəs bizim Qəyyumlar Şuramız varsa bağçamızda, Qəyyumlar Şurasının da özünün hansı hüquqları var? Vəzifələrinə baxdıq, indi də gəlin sizlə bərabər hüquqlarına baxaq. Deməli, hüquq budur ki, bağçanın tədris proqramının, yəni bağçada həyata keçirilən tədris proqramının həyata keçirilməsi, maliyyə və maddi vəsaitlərin daxil olması, həmçinin o aldığımız onlardan o vəsaitlər var, bağçaya yönləndirilən vəsaitlər. Onların xərclənməsi barədə müəssisə rəhbərinin məlumatını dinləmək kimi bir hüququ var. Qəyyumlar Şurası varsa, ora maddi yardımlar göstərilirsə bağçaya, hər hansı məqsədlə fərq etməz. O şuraya daxil olan bütün üzvlərin, hər birinin müəssisə, deməli, nəyə xərclənirsə həmin maddi yardımlar, o haqda məlumat almaq, öyrənmək hüququ var. Və daha sonra artıq bağçanın iş planına dair müəyyən təkliflər irəli sürmək. Təbii ki, bu təkmilləşdirmə ilə bağlıdır. Müəyyən bir təkliflər irəli sürmək hüququ var və məktəbəqədər müəssisənin inkişaf fondunu təsis etmək kimi bir hüququ var. Bağçanın fəaliyyəti barədə ümumi informasiya almaq hüququ var. Baxın, bu bağçanın fəaliyyəti barədə informasiya almaq valideynlərin də hüququydu. Bu qəyyumların da hüququdur ki, ümumiyyətlə bu bağça necə fəaliyyət göstərir, hansı əsaslarla, burada tədris proqramı necə qurulur, ümumi bir informasiya almaq hüququ var. Lakin valideynlərin hüquqlarında belə deyim, belə bir, necə deyim, bir xüsusi bir bənd də var idi ki,
Valideynlər bu Qəyyumlar Şurasından fərqli olaraq öz uşaqlarının tədris prosesində inkişafı haqqında ayrıca məlumat almaq hüququ var ki, hansı inkişaf uşaqda necə gedir, irəliləyibmi, geriləyibmi? Bu artıq bilirsiniz biraz konfidensial məsələdir. Baxın, pedaqoji deməli etik qaydalar biz öyrəndik, ya təhsil verənlərin etik qaydaları. Məsələn, bir digər valideynə bir başqa valideynin uşağı haqqında biz məlumatı verməməliyik. Burada konfidensiallıq pozulur. Hər bir valideynin özünün uşağı haqqında məlumat almaq hüququ var. Bəs baxın, burada qəyyumlarda niyə görə fəaliyyəti barədə ümumi informasiya almaq? Yəni, Qəyyumlar Şurasında bir üzv varsa, gəlib sizdən hansısa bir uşaq haqqında dəqiq bir məlumat istəyirsə, bu artıq ümumi informasiya almaq hüququ deyil də, bu artıq spesifik informasiyadır. Ona görə qəyyumlarda biz ancaq xüsusi yox, ümumi fəaliyyət haqqında informasiyalar veririk. Bəs Qəyyumlar Şurasının vəzifələri, deməli, birinci növbədə biz bağça müdürü də, yadda saxlayın ki, tərbiyəçi müəllim də, valideynlər də, həmçinin elə Qəyyumlar Şurası da əsasən nəyi özündə rəhbər tutur, nəyə əsasən işini tənzimləyir? Təbii ki, nümunəvi nizamnaməmizə də biz dedik ki, biz 3 dənə sənədə riayət edirik. Təhsil qanunu, məktəbəqədər təhsil qanunu və nümunəvi nizamnamə. Nümunəvi nizamnaməni Qəyyumlar Şurası da borcludur ki, rəhbər tutsun. Həmçinin bağçada uşaqların və valideynlərin hüquqlarını da qorumaq Qəyyumlar Şurasının belə deyim vəzifələrinə daxildir. Konflikt və mübahisələri həll etmək. Məsələn, ola bilər ki, müəyyən valideynlər arasında müəyyən konfliktli məsələlər olur bağçada, mübahisəli məsələlər olur. Qəyyumlar Şurasının vəzifəsi də bundan ibarətdir ki, bu konfliktli mübahisəli məsələlərin yardımında, həllində köməklik etmək. Və bağçanın həyata keçirdiyi il ərzində fəaliyyət planımızda müəyyən bizim tədbirlərimiz olur. O tədbirlərdə iştirak etmək də Qəyyumlar Şurasının belə deyim vəzifələrinə daxildir. İndi gəlin baxaq görək ki, bizim bir də valideynlər şuramız var da, pedaqoji şuranla yanaşı, Qəyyumlar Şurasından yanaşı, bir də bizim məktəbəqədər təhsildə var bizim valideyn şuramız. Bəs baxaq valideyn şurasının funksiyaları hansılardır? Birinci növbədə müəllimlər, müəssisənin nizamnaməsinin müzakirəsində iştirak etmək, ona dəyişikliklər edilməsi barədə təkliflər irəli sürmək. Yəni, valideynlər bununla bağlı bizə təkliflər verə bilər də. Amma onu həyata keçirmək, fəaliyyətini, belə deyim, təsdiq etmək əlbəttə ki, pedaqoji şuranın işi idi, səlahiyyəti idi. Valideyn ona dəyişikliklər edilməsi barədə təkliflər irəli sürə bilər. Və uşaqlara göstərilən təhsil və sağlamlaşdırıcı xidmətlərin həm ödənişsiz, həm də ödənişli əlavə olaraq əgər təşkil olunursa bağçada valideynlərin təşəbbüsü ilə, o məsələlərə baxmaq kimi də funksiyaları var. Bağçada təhsil proqramının, kurikulumun həyata keçirilməsi üçün şərait yaradılması barədə bu müdürün hesabatları dinlənilir pedaqoji şura yanında. Valideynlərin də belə deyim funksiyalarına daxildir ki, həmin hesabatları dinləmək. Və bağçanın bir tədris ili ərzində valideynlərlə apardığı müəyyən işləri var. Valideynlərlə işin təşkilində biz bunu keçmişdik. Yəni, valideynlərlə aparılan işlərin yekun hesabatında iştirak etmək kimi bir funksiyası var. Bağçada tədris prosesinin təkmilləşdirilməsi üçün təkliflər irəli sürmək kimi funksiyaları var. Valideynlərlə, ümumiyyətlə, hər bir bağçanın özünün icması var da, valideynləri var. Və valideynlərlə birgə təşkil olunan valideyn iclaslarının, ola bilər ki, biz açıq qapı günləri keçirdirik və yaxud müəyyən tədbirlər keçirdirik və bu tədbirlərin həyata keçirilməsində, valideyn iclaslarının həyata keçirilməsində, açıq qapı günlərinin həyata keçirilməsində Valideynlər Şurasının belə bir funksiyası var ki, bağçaya bununla bağlı dəstək olmalıdır. Yəni, koordinasiya işinin həyata keçirilməsində, günün təyin olunmasında, bu kimi məsələlərdə. Və müəllimlər, bir şey də yadda saxlayın ki, valideynlərin könüllü yardımlardan, baxın, yardım mütləq şəkildə, əgər bir yardım varsa bağçaya, bu mütləq şəkildə könüllü olmalıdır. Bura baxın bir diqqətlə bu hissəyə. Valideynlərin könüllü yardımından istifadə edərək bağçanın maddi-texniki bazasının möhkəmləndirilməsinə və ərazisinin abadlaşdırılmasına köməklik göstərmək kimi bir funksiyası da var valideyn şurasının. Lakin valideynlər, belə deyim, ora etdikləri yardımı könüllü etməlidirlər. Və bir iməclik keçirilirsə bağçada, burada da könüllülük prinsipi əsasdır. Elə Qəyyumlar Şurasında olduğu kimi müəllimlər. Bəs indi baxaq ki, bəs valideyn şurasının müəllimlər hüquqları,
belə deyək, hansılardır? Deməli, müəllimlər, valideyn şurasının əsas birinci, burada 2 hüququmuz var bizim. Baxırıq ki, bu bir özünü idarə orqanıdır da, düzdürmü bağçada? Özünü idarə orqanı kimi müəssisənin idarə olunmasında iştirak etmək və bağça rəhbərindən şuranın qərarlarının yerinə yetirilməsini tələb etmək. Valideyn şurasının özünün qərarları olur və o qərarlar da həyata keçirilməlidir bağçada. Əgər müəyyən qərarlar qəbul olunursa və bağça rəhbərindən bu tələb olunur. Yerinə yetirilməsini tələb etmək də bağça rəhbərinin vəzifələrinə daxildir. Bəs valideyn şurasının vəzifələri hansılardır? Hüquqlarına baxdıq, funksiyalarına baxdıq. İndi də gəlin vəzifələrinə baxaq. Deməli, müəllimlər, qeyd edirsiniz ki, bağçada, təhsil sahəsində, dövlət siyasətinin həyata keçirilməsində müəssisə ilə birlikdə fəaliyyət göstərmək. Baxın, birinci növbədə bir məsələni yadda saxlayırıq ki, bağçada dövlət siyasətini elə bağça rəhbərliyi, pedaqoji şura, pedaqoji işçilər həyata keçirir. Düzdür? Müəssisə özü bu siyasəti həyata keçirir. Amma bu siyasəti valideyn özü öz başına həyata keçirmir. Müəssisə ilə birlikdə həyata keçirir. Yəni, müəssisə ilə birlikdə həmin dövlət siyasətinin həyata keçirilməsində fəaliyyət göstərmək Valideynlər Şurasının əsas vəzifəsidir. Burada mütləq şəkildə müəssisə ilə birlikdə sözü olmalıdır. Həmçinin müəssisədə, yəni bağçada təlim alan, tərbiyə alan uşaqların hüquqlarını müdafiə etmək, maraqlarını müdafiə etmək, valideynlərin hüquq və maraqlarını müdafiə etmək. Yəni, Valideyn Şurasıdır da. Əsasən uşaqların hüquqlarını, maraqlarını müdafiə edəcək, ora məktəb, bağça icmasına daxil olan valideynlərin hüquq və maraqlarını müdafiə edəcək. Həmçinin ən əsası məsələlərdən biri də bağçanın əsas inkişaf istiqamətləri nələrdirsə, onları da müzakirə etmək Valideyn Şurasının əsas vəzifələrinə daxildir. İndi baxaq ki, bu prosedur necə həyata keçirilir, buradakı şərtlər nələrdir? Deməli, Valideyn Şurasının tərkibinə, müəllimlər, hər qrupdan valideynlərin öz aralarından, yəni özlərinin seçdikləri 1-2 nəfər valideyn daxil olur. Hər qrupdan 1-2 nəfər valideyn. Və Valideyn Şuraslarının iclaslarında bağça rəhbəri, bağça müdürü, pedaqoji, tibbi və digər işçiləri, valideynlər, ictimaiyyət təşkilatların nümayəndələri də dəvət olunur. İclasa dəvət olunanlar birinci növbədə məşvərətçi səs hüququna malikdirlər. Yəni, məşvərətçi səs hüququ müzakirə əsasında, məsləhət əsasında səs hüququ və Valideyn Şurası öz tərkibindən 1 il müddətində sədr və katib seçilir. Yəni, hər bir Valideyn Şurasına sədr seçilir, amma o sədr 1 il müddətinə seçilir. Özünün, necə ki, pedaqoji şuranın sədri və katibi var, Valideyn Şurasının da 1 il müddətində fəaliyyət göstərən sədri və katibi seçilir. Amma öz tərkibindən, məktəbə qədər müəssisə tərkibindən yox, elə valideynlərin özünün arasından bildiyiniz kimi biz bunu edirik. İndi baxaq, əgər sədr seçilirsə Valideyn Şurasına, bəs Valideyn Şurasının sədrinin də vəzifələri olmalıdır da, bəs bunlar hansılardır? Bir-bir baxırıq. Valideyn Şurasının əlbəttə ki, fəaliyyətini təşkil etmək. Bu, şura sədrinin vəzifələrinə daxildir. Valideyn Şurasının üzvlərini keçiriləcək iclasın vaxtı barədə ən azı 14 gün əvvəl məlumatlandırmaq. Pedaqoji Şuranın iclası barədə biz 15 gün əvvəl işçilərə məlumat göndərirdik, tərbiyəçilərə, müəssisə işçilərinə. Amma Valideyn Şurasında isə bu 14 gündür. 14 gün əvvəldən biz bildirməliyik ki, şuranın iclası keçiriləcək ki, orada iştirak etmək istəyənlər iştirak eləsinlər. Və Valideyn Şurasının iclasının hazırlığını, yəni gündəlikdə duran məsələləri, onun gündəliyini müəyyənləşdirmək, keçirilməsini ümumiyyətlə təşkil etmək, o iclasın özündə təşkili məsələləri var da, öncədən hazırlıq var buna, koordinasiya məsələləri var. Bunu təşkil etmək də Valideyn Şurası sədrinin vəzifələrinə daxildir. Həmçinin orada qəbul olunan sondakı qərarların icrasına da nəzarət etmək Valideyn Şurası sədrinin vəzifələrinə daxildir. Necə ki, müdür bağçada qəbul olunan qərarların belə deyim icrasına, pedaqoji şuranın qərarlarının da pedaqoji şura sədrinin nəzarət etməsi əsas onun vəzifəsinə daxil etsə, Valideyn Şurasının qərarlarının icrasına da Valideyn Şurası sədri nəzarət eləyir. Daha sonra özünü idarə etmə məsələləri ilə bağlı müəssisənin müdürü ilə qarşılıqlı əlaqə qurmaq və müəssisənin, bağçanın
illik fəaliyyət planının özünə aid hissəsini təşkil edən plan üzrə işi qurmaq. Baxın, burada özünə aid plan hissəsi, yəni Valideynlər Şurasının aid olan hissə hansıdırsa, onunla bağlı işi qurur Valideyn Şurası. Və biz bilirik ki, Valideyn Şurasının iclası bizim nizamnaməmizdə də belə təsdiq olunur ki, rübdə bir dəfədən az olmayaraq keçirilir. Bu o deməkdir ki, rübdə 2 dəfə də keçirilə bilər. Amma mütləq ən azı rübdə bir dəfə keçirilməlidir. Bu minimum həddir. Amma bu 2 dəfə də ola bilər. Və elə pedaqoji şurada da olduğu kimi üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Deyək ki, bizim 50 valideyn şuramızda 50 nümayəndəmiz var, məsələn, nümunə üçün deyirəm. Onun 25-i orada iştirak eləməlidir. O halda bu səlahiyyətlidir. Və Valideyn Şurasında da qərarlar, burada aşkarlıq prinsipi də əsas məsələlərdən biridir. Açıq səs vermə yolu ilə qəbul edilir. Açıq səs vermə yolu ilə. Qapalı yox, mütləq şəkildə açıq səs vermə yolu ilə. Və iclasda iştirak edənlərin 3-də 2 hissəsindən çoxu lehinə səs verdikdə qərarlara doğru Valideyn Şurasının qərarı qəbul edilmiş sayılır. Yox, əgər 3-də 1-i səs veribsə, qərar qəbul edilmiş hesab olunmur. Mütləq şəkildə 3-dən 2 hissəsi səs çoxluğu ilə öndə olmalıdır. Valideyn Şurasının iclasları da protokollaşdırılır. Sədr və katib tərəfindən imzalanır. Yəni, Valideyn Şurasının sədri və katibi tərəfindən, özləri tərəfindən təyin olunan, tərtib olunan protokol şura ərzində protokollaşdırılır və imzalanır. İndi baxaq ki, bəs özəl təhsil müəssisələrində, deməli, özəl məktəbə qədər təhsil müəssisəsinin idarəetmə orqanının səlahiyyətləri, müəllimlər, nizamnamənin tələbləri nəzərə alınmaqla hazırlanmış və hər təhsil müəssisəsinin öz nizamnaməsi ilə tənzimlənir. Deməli, bir var bizim məktəbə qədər təhsil müəssisəsinin bu nümunəvi nizamnaməsi. Bu hamıya aiddir. Dövlətə də, özələ də, bələdiyyəyə də. Amma özəl məsələlər yenə də bizim bu öyrəndiyimiz bu əsas məktəbə qədər təhsil müəssisəsinin nümunəvi nizamnaməsinə əsasən öz nizamnamələrini tənzimləyirlər. Yəni, öz nizamnamələrini də buna uyğun qururlar. Və burada bağçanı təsis edən, özəl müəssisəni təsis edən məsuliyyəti, səlahiyyət dairəsi, bağça ilə qarşılıqlı öhdəlikləri də əlbəttə ki, yenə də qanunlar əsasında, valideynlərlə, belə deyim, imzalanan müqavilələr əsasında və məktəbə qədər müəssisənin nizamnaməsi ilə müəyyənləşdirilir. Bununla yanaşı bilirsiniz ki, özəl bağçaların, belə deyim, təsisçisi fiziki şəxs də ola bilər. Hüquqi şəxs də ola bilər. Fiziki şəxs olduqda onların adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənəd nömrəsi və onun verilmə tarixi. Təsisçi hüquqi şəxs olduqda isə adı, olduğu yer, qeydiyyat nömrəsi və dövlət bələdiyyə məktəbə qədər təhsil müəssisələri burada artıq istisnadır. Təhsil müəssisəsinin nizamnaməsinə mütləq şəkildə bunlar qeyd olunur. Bəs indi baxaq ki, təsisçinin hüquqları hansılardır? Bircə qalır təsisçilərin hüquqları və onunla da nümunəvi nizamnaməmizi bugün yekunlaşdırırıq. Biz 3 hissədə keçdik bunu. Bilirəm ki, bir qədər uzundur, içində məsələlər çoxdur, amma müəllimlər, qanun belədir ki, gərək oxuyub baxasan da, yəni bütün maddələrlə tanış olasan. Yəni bunun o digər mövzular kimi, kurikulum mövzuları kimi ayrı belə yolu yoxdur. Hamıdan tanış olmaq lazımdır maddə-maddə. Ona görə bu hissəni də dinləyək, baxaq görək təsisçinin hüquqları hansılardır və nümunəvi nizamnaməni bununla da yekunlaşdırırıq. Deməli, əgər mən özəl bir bağça təsis eləyirəmsə, belə deyim, həmin müəssisəni yaratmaq, bağçanı yaratmaq, yenidən təşkil etmək və ləğv etmək hüququ mənə məxsusdur. Mən ora bir müdür təyin edə bilərəm, işçilər götürə bilərəm, uşaqlar götürə bilərik, amma müəssisəni yaratmaq hüququ da təsisçinindir, müəssisəni ləğv etmək hüququ da təsisçinindir. Ola bilər ki, pedaqoji kollektivi dəyişib işini yenidən təşkil eləyir. Bu da yenə təsisçinin öz şəxsi hüququdur, özü bilər yəni. Bundan savayı, bağçanın nizamnaməsini qəbul etmək, təsdiq və dəyişiklik etmək, yenə də özəl bağça təsisçisinin hüququdur. Lakin dövlət təhsil müəssisələrində bilirsiniz ki, bizim təsdiq olunmuş nümunəvi nizamnaməmiz var ki, biz artıq ona riayət edirik.
Lakin özəl bağçalar bu nümunəvi nizamnaməni əsas götürüb öz nizamnamələrini yaradırlar və onu təsdiq etməkdə, qəbul etməkdə, dəyişiklik etməkdə yenə bağçanı təsis edən, yaradan adamın hüquqlarına daxildir. Amma dövlətdə belə deyil, bilirsiniz ki. Və bağça müdirini təyin etmək də yenə təsisçinin hüququdur. Bağça müdirinin deməli səlahiyyətinə xitam verib onu işdən çıxarmaq da yenə özəl bağça təsisçisinin hüququdur. Bundan savayı bağçanın işinin, fəaliyyətinin idarə olunmasında iştirak eləyə də bilər təsisçi, edə də bilər, eləməyə də bilər. Elə təsisçi var ki, belə deyim, həvalə eləyir müdirə, özü işə qarışmır, amma elə təsisçi də var ki, özü də işə belə deyim, müdaxilə eləyir, onun fəaliyyətinin idarə olunmasında iştirak eləyir. Və təsis etdiyi bağçanın fəaliyyəti haqqında burada nə işlər görülür, hansı hesabatlar var. Yəni bununla bağlı hesabat alıb məlumat almaq da təsisçinin hüququna daxildir. Həmçinin təsisçinin vəzifəsi müəllimlər bağçanı müvafiq avadanlıqlarla təchiz olunmuş bina ilə, həyətyanı sahə ilə təmin etməkdən ibarətdir. Yəni bağçada belə deyim, binası, onun infrastrukturu, uşaqlar üçün lazım olan avadanlıqlarla təmin olunması da təsisçinin vəzifəsinə artıq daxildir. Bu artıq onun belə deyim, hüququ yox, vəzifəsidir. Mütləq şəkildə uşaqlar üçün orada doğru dürüst şərait yaradılmalıdır. Və təsisçi bağçanın dövlət təhsil standartlarına uyğun olaraq fəaliyyəti üçün şərait yaradılmasına görə məsuliyyət daşıyır. Baxın, bu əsas məsələlərdən biridir özəllə dövlət arasında. Bu nə deməkdir? Həm dövlət bağçaları, həm özəl bağçalar işini dövlət təhsil standartına, yəni kurikuluma uyğun olaraq fəaliyyət qurmalıdır. Şəraiti elə yaratmalıdır ki, dövlət standartına uyğun olsun. Yəni mən özümdən özəl bağça açmışam deyə, özümdən belə deyim, sadə formanı, loru dillə deyim, özümdən bir kurikulum yaradıb onu orada tətbiq edə bilmərəm də, dövlət standartlarına əsaslanmalıyam. Və məktəbəqədər təhsil müəssisəsində ola bilər ki, bir yox, özəl müəssisədən söhbət gedir. Bir yox, bir neçə dənə təsisçisi olsun, elə bir ortaq iş görmüş olsunlar da, ortaqlaşıb bir bağça yaratmış olsunlar, ortaq şərikli. Və o artıq olur həm təsisçi. Bir var təsisçi tək, həm təsisçi isə belə deyim, şəriklər, ortaq yaradıcılar. Onlar ikisi də müəssisənin fəaliyyətində bərabər hüquqludurlar. Hər ikisinin hüququ bərabərdir. Və məktəbəqədər təhsil müəssisəsinin həm təsisçiləri, bağçanın dövlət qeydiyyatına alınmasına qədər əmələ gələn və hüquqi şəxsin yaradılması ilə bağlı öhdəliklər üzrə hamısından bağlı bütün hüquqi sənədlər üzrə birlikdə məsuliyyət daşıyırlar. Əgər 2 nəfər, 3 nəfər yığışıb bir bağça yaradırsa, bütün sənədlərlə bağlı üçü də eyni məsuliyyəti daşıyır. Yəni bir sənədlə bağlı bir təsisçi az məsuliyyət daşıyır, o birisi çox məsuliyyət daşıyır, belə şey yoxdur. Bir problem olanda hüquqi cəhətdən, sənəd cəhətdən üçü də cəlb olunur. Və təsisçi bağçanın öhdəlikləri üçün, bağça ilə təsisçi müəssisənin öhdəlikləri üçün, bağça isə təsisçinin öhdəlikləri üçün burada cavabdeh deyil. Və bağçada təhsil haqqında, özəl bağçadan söhbət gedir hələ də, təhsil haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq psixoloji xidmət təşkil olunur. İndi növbəti dərslərimizdə artıq psixoloji yardım haqqında qanunu oxuyanda burada bağça ilə, məktəbə qədərlə sırf psixoloji yardım haqqında hansı qanunlara biz əməl etməliyik, maddə-maddə hamısına, orada lazım olan bütün maddələrin hamısına sizinlə bərabərcə baxacağıq. Deməli, müəllimlər, izahımız bu qədər. Gəlin bir-birində, belə deyim, biliklərimizi möhkəmləndirək, sual-cavabda iştirak edək hər birimiz aktiv olaraq. Aytən müəllimə, birinci sizlə başlayaq. Aytən müəllimə, buradasınız? Hə, buradayım. Axşamınız xeyir. Bir daha axşamınız xeyir olsun müəllimə. Siz mənə deyin görün müəllimə. Məktəbəqədər təhsil müəssisəsinin idarə olunması bilirsiniz ki, bizim 6-cı maddəmizdədir, nümunəvi nizamnamədə dedik. Müəssisənin idarə olunması prinsipləri hansılardır? Aşkarlıq, şəffaflıq və demokratiya üzərindən qurulur. Və məktəbəqədər müəssisə idarə olunması nümunəvi qanuna görə siz mənə deyin görün, hansı sənədlərə əsaslanır hüquqi olaraq, rəsmi olaraq? 3 dənə qanunumuz var idi. Hansılar idi? 3 dənəsi əsas. Pedaqoji şura. Yox, müəllimə. Baxın, suala bir dənə qulaq asın. Baxın, məktəbəqədər müəssisə dedik ki, 3 prinsiplə öz fəaliyyətini qurur. Aşkarlıq, şəffaflıq və demokratiklik. Bəs bütün müəssisələr dövlət, özəl, bələdiyyə fərq etməz.
3 dənə qanun, 2 qanun və bir dənə sənədimiz var ki, ona əsaslanır da. Hansıları idi? Nizamnaməyə, Nizamnamə, aha. e, Təhsil haqqında Azərbaycan Respublikası qanunu, hə, bir də konstitusiya. konstitusiya ümumilikdə müəllimə, amma əsas burada təhsil haqqında qanun və bir də məktəbə qədər təhsil haqqında ayrıca qanun var, ona əsaslanırıq. Ha, Yaxşı? anladım. Aha. Hə, bəli. Oldu müəllimə. İndi baxaq ardına bir sual da verim qoy sizə. Deməli, bəs müəssisədəki bu şəffaflığı, demokratikliyi, işini ümumiyyətlə yığıncaqları, pedaqoji və şuranın işini, qəyyumlar şurasının işini adlandırılan bu ümumi idarə orqanları necə adlanır? Ümumilikdə bu sadaladığım şuralar hansı idarə etmə orqanları kimi İdarə və özünü idarə etmə orqanları Aha. adlandırılır müəllim. Niyə görə özünü idarə orqanı deyirik müəllimə buna? Özünü idarə etmə, yəni Özümüz təyin edirik də, bütün bu işi Bəli. özümüz planlaşdırırıq, qururuq. Aha. Və bir də müəllimlər, biz dedik ki, dövlət və yerli özünü idarə etmə orqanlarının və digər təşkilatların burada müdaxiləsinə yol verilmir. Bu o deməkdir ki, ancaq hansı idarəyə bağlıdırsa müəssisə, regionala, bəli. təhsil idarə etmə orqanları istisna olmaqla. Başqa, deməli, müəssisə və təşkilatların əmrlərinə tabe deyil. Yalnız təhsil idarə etmə orqanları bura daxildir. O da bizim nədir? Regionallar. Regionallardır, bəli, tabe olduğumuz. Təşəkkür Sağ edirəm ol. müəllimə. Sağ ol. Sağ olun. İndi gəlin baxaq növbəti müəlliməmizlə davam edək. Lətafət müəllimə. Bəli, müəllim, axşamınız xeyir. Hər vaxtınız xeyir olsun müəllimə. İndi siz mənə sadalayın görüm, bağça müdürünün hüquq və vəzifələri nələrdir müəllimə? Demək, bağça müdürünün hüquq və vəzifələri dövlətin, cəmiyyətin və təsisçinin qarşısında məsuliyyət daşımaqdır. Aha. Ondan sonra demək, etibarnaməsiz hərəkət edərək məktəbəqədər təhsil müəssisəsinin təmin etmək, uşaq kontingentinin formalaşdırmaqdır. Ondan sonra qarşılıqlı əlaqəni həyata keçirməkdir. Təsisçiyə hesabat verməkdir. Yəni bunlar bağça müdürünün hüquqlarıdır. Baxın, uşaq kontingentini formalaşdırmaq nə deməkdir müəllimə? Yəni uşaqları qəbul etməkdə, məktəbəqədər təhsil müəssisəsinə uşaqların qəbul prosesidir, bəli. İndi siz mənə deyin görüm ki, bəs bağçada ali idarə etmə orqanı hansıdır? Pedaqoji şuradır da müəllim elə. Pedaqoji şuradır, bəli. Bəli. Siz mənə deyin görüm ki, pedaqoji şuranın işi necə təşkil olunur? Demək, pedaqoji şuranın iclasını yəqin ki, nəzərdə tutursunuz da müəllimə elə. İclas necə təşkil olunur? Baxın, illik fəaliyyət planı üzərində qurur da pedaqoji şura öz işini, düzdürmü? Baxın, iclaslar 1-2 qrupu olan məktəbəqədər müəssisə. Bəli. Bu ildə 2 dəfədir. 3-5 qrup olan məktəbəqədər təhsil müəssisəsində rübdə 1 dəfə, bu da ildə 4 dəfə, yəni hər 3 aydan bir. 6-12 qrup olan məktəbəqədər təhsil müəssisələrində isə bu 2 aydan bir keçirilir. Pedaqoji şuranın iclasları, bəli. Kənar iclasımız var ki, bu artıq pedaqoji şura sədrinin qərarı ilə, bəli. Şura üzvlərinin uyğun keçir. Bəli. Təşəkkür edirəm müəllimə, çox sağ olun. Buyurun. Sonra Səfiyə müəllimə, axşamınız xeyir olsun. Hər vaxtınız xeyir müəllimə. Necəsiz müəllimə? Sağ olun, yaxşı olasınız. Səfiyə müəllimə, siz mənə deyin görüm ki, bəs pedaqoji şuranın fəaliyyət istiqamətləri nələrdir bağçada? Pedaqoji şuranın fəaliyyət istiqamətləri məktəbəqədər təhsilin dövlət standartına və proqramına uyğun olaraq təhsil fəaliyyətinin istiqamətini müəyyənləşdirmək, təhsil proqramlarını seçmək, məktəbəqədər təhsil müəssisəsinin təhsil prosesinin formasını, metodunu, məzmununu müzakirə etmək, təhsil fəaliyyətini planlaşdırmaq,
kadrların ixtisar artırma və yenidən hazırlanması məsələlərinə baxmaq, pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi üçün və yayılmasına tətbiqini təşkil etmək. Bir də əlavə ödənişli təhsil xidmətinin təşkili məsələlərinə baxmaq. Bu nə deməkdir müəllimə? Əlavə ödənişli indi müəllimə mən belə başa düşürəm ki, bu indi qəyyumluq tərəfindənmi əlavə ödənişlər əgər Valideynlər tərəfindən təşəbbüs. valideynlər tərəfindən təşəbbüsdür. Aha. Təhsil proqramının həyata keçirilməsi üzrə məktəbəqədər təhsil müəssisəsi rəhbərinin hesabatının dinlənilməsi. Aha. Dövlət məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsində edilən dəyişiklikləri qəbul etmək. Aha. Dövlət məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsi tabeliyində olan mərkəzi və icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Aha, bəli, aha. Və bir də müəllimə, burada belə bir məsələ var ki, pedaqoji şuranın iclası nə vaxt belə deyim, səlahiyyətli sayılır, nə vaxt yox. Elə bil ki, müəllimə 50%-dən yuxarı, yarıdan yuxarısı iştirak etməlidir Aha. ki, o səlahiyyətli sayılsın. Aha. Onların icrası da, yəni pedaqoji şuranın qərarlarının icrası məcburidir. Yəni bunu qərar veribsənsə məcburdur ki, bunu icra edəsən. Gözəl. Aha. Bir də müəllimə, pedaqoji şura keçiriləndə bağçanın özünün protokol jurnalı var da, pedaqoji şuranın protokol jurnalı. Orada qeydiyyat aparılmalıdır, ha vaxt keçirilib, müzakirə nə olub, qərar nə olub, hamısı yazılmalıdır. Sonunda da şuranın sədri katibi qol çəkməlidir ora. Təsdiq eləməlidir. Aha. Bəs vəzifələri, şura sədrinin vəzifələrinə nələr daxildir müəllimə? Pedaqoji şuranın vəzifətinə şuranın fəaliyyətini təşkil etməlidir. Bağçanın işçilərinin 15 gündən əvvəl məlumatlandırılmalıdır. O əgər şuraya hansısa ola bilər də bağçanın işçisi hansısa ərizə verib, müraciət verib, onların hamısının qeydiyyatını aparmalıdır. Gündəliyi müəyyənləşdirməlidir. Ümumiyyətlə də ona yerinə yetirmək, təşkil eləmək və nəzarət eləməlidir. Və bir də təsisçi qarşısında. Təsisçi qarşısında hesabat verməlidir. Bu da sədrin işidir. Aha. Biz də müəllimə, təşəkkür edirəm Səfiyə müəllimə. sağ olun, sağ olun, sağ olun. Suğra müəllimə. Salam müəllimə, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun müəllimə. Necəsiz? Şükür müəllimə. Müəllimə, siz də mənə Qəyyumlar Şurasının vəzifələrindən danışın. Qəyyumlar Şurası nə deməkdir bağçada? Qəyyumlar Şurası müəllimə tədris proqramının və məzmununun təkmilləşdirməsində iştirak etmək deməkdir. Kim Daha daxildir müəllimə Qəyyumlar Şurasına? necə müəllimə? Qəyyumlar Şurasına kim daxil ola bilər müəllimə? Qəyyumlar Şurasına Bu şura niyə görə yaradılır? Ümumiyyətlə yaradılma səbəbi nədir? yəni bu şura ona görə yaradılır ki, yəni uşaqların, işçilərin, yəni kimin ki sosial ehtiyacı varsa, yəni Maddi resurs cəhətdən yardım göstərir. Aha. İndi hansı Yəni o baxımdan vəzifələri var? Burada müəllimə, yəni qəyyumların öhdəliyi ondadır ki, vəzifəsi ondadır ki, binanın inşasını təmir etmək, avadanlığı yəni təmin etmək bunların vəzifəsinə daxildir. Daha sonra uşaqların sağlamlığının qorunması və digər tədbirlərin keçirilməsində iştirak etmək qəyyumların vəzifəsinə aiddir. Yəni təlim-tərbiyə üçün optimal şərait yaratmaq, yəni qəyyumların öhdəliyinə düşür. Burada Qəyyumlar Şurasının işi hansı prinsiplər əsasında qurulur müəllimə? Könüllülük, bərabər hüquqluq, aşkarlıq. Könüllülüyü necə başa düşürük? Yəni hər hansısa bir yardımda, yəni könüllü olmalıdır da, məcburiyyət olmaz. Yəni könüllü aiddir. Bərabər hüquqlu isə yəni varlı kasıb arasında, yəni fərq etməz də şuraya rəhbərlik etmək. Yəni
kasıb nümayəndə də öz sözünü deyə bilər. Yəni imkanı olan Bir şəxslər. də qərarların qəbulunda da eyni məsuliyyəti daşıyırlar. Bəli, bəli. Bütün şura üzvləri eyni məsuliyyəti daşıyırlar, bölüşürlər, hüquqları bərabərdir. Yaxşı şey üçün də belə deyim, sadə dillə desəm, hüquq bərabərdir. Məsuliyyət bölüşmək üçün də hüquq bərabərdir. Bəs Bəli, müəllim. aşkarlıq, Aşkarlıq, səhv etmirəmsə, yəni şəffaf olmalıdır. aha. Şəffaflığa aiddir. Çünki burada bir maddiyyat məsələsi var da, düzdürmü? Bəli, bəli. Aha, Bəli. Ona görə yəni hər bir şey şəffaf olmalıdır. aha. Aydındır müəllimə, təşəkkür edirəm. Vəfa müəllimə, Çox sağ olun. Axşamınız xeyir. Necəsiz? Sabahınız xeyir olsun müəllimə, necəsiz? Sağ olun, Allah razı olsun Sağ olun. cümləmizdən. Müəllimə, siz də deyin mənə görüm ki, bəs Qəyyumlar Şurasının hüquqlarına nələr daxildir? Qəyyumlar Şurasının hüquqları, deməli, məktəbə qədər təhsil müəssisələrinin iş planına dair təkliflər irəli sürür. Aha, Sonra məktəbə qədər təhsil müəssisələrinin tədris proqramını həyata keçirməsində, maliyyə və maddi vəsaitlərin daxil olmasında, xərclənməsində, müəssisənin rəhbərinin məlumatını məlumatlandırır. aha. Bəs vəzifələri? Məktəbə qədər təhsil müəssisənin deməli nizamnaməsində rəhbər tutmaq, Aha, müəssisədə uşaqların və valideynlərin maraqlarını qorumaq, bir də ki, konflikt və mübahisəli məsələləri həll etməkdədir. Bax, bu nizamnaməsini rəhbər tutmağı necə başa düşürük? Birinci vəzifəsini. Biz Nizamnaməyə uyğun hərəkət Aha, eləyirlər də. aha. Bütün məktəbə qədər müəssisələr, məktəbə qədər təhsil müəssisəsinin nümunəvi nizamnaməsinə uyğun Nizam. təhsil təşkil etməlidir. Düzdürmü? Bəli. Bir də qanunlarımız var idi, bizim hansılar idi, onları da sadalayın. Təhsil qanunu və məktəbə qədər təhsil haqqında Azərbaycan Respublikasının qanununa Qanun. uyğun olmalıdır. Bəs valideyn şurası müəllimə, valideyn şurasının hüquqları nələrdir? Müəssisədə təyin olunan. Məktəbə qədər təhsil müəssisəsinin dövlət siyasətinin həyata keçirilməsinin müəssisə ilə birlikdə fəaliyyət göstərmək, hüquq və maraqlarını müdafiə etmək, Müəllimə, bu müəssisədə vəzifələr- tərbiyə alan Birinci uşaqların hüquqları hüquq və deyək, müəllimə. Birinci hüquqları deyək, valideyn şurasının hüquqları. Sonra vəzifələrə baxarıq. Baxın, bağçanın idarə olunmasında iştirak etmək hüququ var valideyn şurasının. var. Aha. Müəssisə rəhbərindən şuranın qərarlarının yerinə yetirilməsini Yerinə etmək- yetirilməsini tələb edir. Aha. Hər bir valideyn şurasının özünün qərarları olur da və onun yerinə yetirilməsinə də nəzarət var. Bununla bağlı tələb irəli sürmək artıq valideyn şurasının bir hüququdur. Sonra biz burada dedik ki, baxın, müəssisədə təlim tərbiyə alan uşaqların hüquq və maraqlarını müdafiə etmək. Bu valideyn şurasının əsas vəzifələrindən biridir. Bu nə deməkdir müəllimə? Bunu öz sözlərinizlə izah edə bilərsiniz? Müəllimə, məni eşidirsiniz? Eşidirəm, eşidirəm. Baxın, Uşaqların Aha, hüquqlarını müdafiə eləyirlər də. aha. Yəni onları istəmirlər bullyingə məruz qalsın. Aha, gözəl. Sonra Aha, sonra. Uşaq hüquqlarına nə aid idi? Normal bir müəssisədə təhsil almaq, keyfiyyətli təhsil almaq, psixoloji cəhətdən qorunmaq, fiziki Qorunmaq. şiddətdən qorunmaq. Yəni bunlardan qorunmaq hüquqları. Bəs uşağın marağı deyəndə biz nəyi nəzərdə tuturuq müəllimə? Uşaqların maraqları. Nə ola bilər? Bağçada deməli əyləncəli Aha. tədbirlər keçirsinlər. Yəni onların marağı nəyədirsə biz onları fəaliyyətlərində onların maraqları nəyədirsə biz onları müdafiə eləməliyik. Yəni onların qabaqlarını kəsməməliyik ki, sən bunu eləməməlisən. Yəni çərçivə daxilində. Aha.
İndi siz mən deyin görüm ki, bəs valideyn şurasının da özünün sədri olur. Sədrin vəzifələrinə nələr daxildir? Valideyn Şurasının fəaliyyətini təşkil edir. Aha. Sonra Valideyn Şurasının üzvlərinin keçiriləcək iclasında vaxtı barədə 14 gün qabaqcadan məlumatlandırır. Sonra Valideyn Şurasının iclasının hazırlığının və keçirilməsini təşkil edir. Aha. İclasın gündəliyini müəyyənləşdirir. Bir də Valideyn Şurasının qərarlarının icrasına nəzarət edir. İndi siz mənə deyin görün, bəs pedaqoji şura ilə bağlı iclasın keçirilməsini neçə gün əvvəldən deməliyik işçilərə? O da 14 gün qabaqcadan. O 15 gün. O 15 gün 15 gün. əvvəldən. Pedaqoji şura 15 Bu gün. 14 gün. Bu valideyn şurası isə 14 gündür. Arada cəmi Bir bir gün. gün fərq Bir var. gün. Oldu müəllimə, Vəfa müəllimə təşəkkür edirəm. Sağ olun. Bugünkü dərsimizi burada yekunlaşdıraq. Video qeydi də testləri də sizə göndərəcəm. Mütləq şəkildə testləri edin. Növbəti dəfə artıq başqa bir mövzuya sizinlə bərabər baxacağıq. Gecəniz xeyrə müəllimlər. Özünüzə müğayət olun. Sağ olun.